Əsəbimizi ən çox pozan canlı ağcaqanadlardır. Bu ağcaqanadlar ömrümüzə girib çıxmır. Yəni həqiqətən bir dənə video görmüşdüm. O videoda deyilirdi ki, insanlıq olaraq birləşib ağcaqanadlara müharibə elan etmək gərəkdir. Bu fikirlə razıyam, amma gəlin universal olaraq qədim tayfa və qəbilələrin ağcaqanadlara qarşı hansı üsulları formalaşdırdıqlarına baxaq. İlk olaraq gəlin Florida yerlilərindən danışaq. Florida yerliləri olan Karankava, Seminole və Mikosukilər götürürlər akula və timsah yağını, ovlayandan sonra onun piyini götürürdülər. Piyin qoyurdular, günəşin qabağına iylənirdi, turşuyurdu. Ondan sonra dərilərinə vururdular və beləliklə ağcaqanaddan qorunurdular. Avstraliyadakı yerli bancalaq tayfası isə limon mirti və çay ağacından istifadə edirdi. Limon mirtinin kəskin iyindən istifadə edib ağcaqanadları qovurdu. Səndəl ağacı ilə evkalit ağacının yarpaqlarını isə yandırıb tüstüsü vasitəsilə ağcaqanadları evlərinə buraxmırdılar. Afrikanın ekvatorial qurşağındakı insanlar da evinin qırağına Afrika reyhanı əkirdilər. Beləliklə ağcaqanadlar onların evini yaxın durmurdu. Gecələr isə həmin reyhanın qurudulmuşlarını yandırıb onun tüstüsü ilə qovurdular. Eyni zamanda nim ağacının yağından istifadə edirlər və gətirib onu bataqlığın üstünə tökürdülər ki, bunun kökü kəsilsin deyirdilər. Süfrələri belə ölsün. Afrikada savannada yaşayan Masai qəbiləsi isə bilmirdi neynəsin və heyvanların peyinin götürürdü, onu yandırıb onun tüstüsünü evlərinə vururdular və beləcə onun tüstüsündən bütün ağcaqanadlar və digər böcəklər qaçırdı. Namibiyadakı Himba tayfası isə birbaşa kokteyl düzəldirdi. Oxra tozunu götürürdü, üstünə palçıq vururdu, onun da üstünə hansısa heyvanın piyini vururdu, beləcə onu qarışdırıb dərisinə sürtürdü. Həm günəşdən qorunurdu, həm ağcaqanaddan. Yəni adamlar gör nə qayıblar da, nə vəziyyətə düşüblərsə bunu kəşf eləyiblər. Okeaniya bölgəsində isə kokos yağı ilə ağac külündən istifadə edirlər. Ağacı yandırandan sonra onun külünü götürürdülər, sürtürdülər dərilərinə. Bu ikisini qarışdırıb dərilərinə sürtəndə kokos yağı imkan vermirdi ki, ağcaqanad ora eniş eləyib onu dişləsin. Tüstünün qoxusu isə ağcaqanadı birbaşa qovurdu. Yəni beləliklə ağcaqanadlara qarşı mübarizə əslində universal bir insan müqavimətidir.